Hörmətli xanımlar və cənablar, əziz dostlar, mən sizi və bütün Azərbaycan xalqını qarşıdan gələn Respublika günü münasibəti ilə ürəkdən təbrik edirəm. Bütün Azərbaycan xalqına xoşbəxtlik, yeni uğurlar arzulayıram. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Həm bizim xalqımız üçün, həm dünya miqyasında bu hadisənin çox böyük tarixi əhəmiyyəti var idi. Xalqımız üçün ona görə ki, əsrlər boyu müstəqillik arzusu ilə yaşamış Azərbaycan xalqı müstəqilliyə qovuşurdu, öz müstəqil dövləti qurmuşdur. Dünya tarixi üçün əhəmiyyət ondan ibarət idi ki, dünya tarixində ilk dəfə olaraq Müsəlman şərqində demokratik respublika yaradılmışdır. Azərbaycan dövləti və Azərbaycan xalqı, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə böyük hörmətlə yanaşır. Bir neçə il bundan əvvəl Bakının mərkəzində Azərbaycan Demokratik Respublikasının şərəfinə abidə ucaldılmışdır və bugünkü müstəqil Azərbaycan, Azərbaycan Demokratik Respublikasının varisidir. 2 ildən sonra Azərbaycan Demokratik Respublikası süqut etdi, ondan sonra Azərbaycanda Sovet dövrü başlamışdır. Bütün çətinliklərə və ideoloji çərçivələrə baxmayaraq o dövrdə Azərbaycan üçün uğurlu olmuşdur. Sovet dövründə Azərbaycan inkişaf etmişdir. Azərbaycanda sosial-iqtisadi məsələlər öz həllini tapmışdır. Savadsızlığa son qoyulmuşdur. Bu hesab edirəm ki, tarixi nailiyyətdir. Azərbaycanda elmin inkişafına təkan verilmişdir. Və xüsusilə 70-ci illərdə Azərbaycanda sənaye potensialı formalaşmışdır. O potensial ki, bəzi hallarda bugün də müstəqil Azərbaycanın inkişafına da bunun çox böyük mənası vardır. Kənd təsərrüfatı inkişaf etmişdir. Bir sözlə, yenə də deyirəm, ideoloji çərçivələrə baxmayaraq o dövrdə Azərbaycan üçün uğurlu olmuşdur. Ancaq əlbəttə biz müstəqil deyildik və müstəqillik arzuları ilə yaşamışdıq. Və 1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində Azərbaycan yenidən müstəqilliyə qovuşmuşdur. Müstəqilliyimizin ilk illəri çox ağır keçmişdir. Bu barədə biz hamımız dəfələrlə öz fikirlərimizi bildirmişdik. Azərbaycan xalqı yaxşı xatırlayır ki, 90-cı illərin əvvəllərində Azərbaycanda gedən proseslər müstəqilliyimizə böyük təhlükə idi. Müstəqilliyimiz demək olar ki, təhlükə altındaydı və müstəqil həyatımız haqqında müxtəlif fikirlər və şayələr dolaşırdı. Müstəqilliyimizin ilk illərində ölkədə hökm sürən anarxiya, özbaşınalıq, hakimiyyətsizlik, xaos faktiki olaraq ölkəmizi iflic vəziyyətinə salmışdır. Ermənistan Azərbaycana qarşı edilən işğalçı siyasət nəticəsində torpaqlarımızın işğal altına düşməsi, onunla bərabər ölkə daxilində hakimiyyət uğrunda gedən mübarizə, vətəndaş müharibəsinin başlanması, bütün bu xoşa gəlməz hadisələr müstəqil həyatımıza çox böyük zərbələr vurmuşdur. Və 93-cü ildə Azərbaycan xalqı həmişə olduğu kimi müdriklik göstərərək, Heydər Əliyevə müraciət edərək onu Azərbaycana, hakimiyyətə dəvət etmişdir və xalqın dəstəyi ilə prezident vəzifəsinə seçilmiş Heydər Əliyev vəziyyəti yaxşılaşdırmaq üçün və xoşagəlməz hallara
son qoymaq üçün çox böyük səylər göstərmişdi və demək olar ki, qısa müddət ərzində bütün xoşagəlməz hallara son qoyuldu, bütün qanunsuz silahlı birləşmələrə son qoyuldu, onlar tərk-silah edildi, vətəndaş müharibəsi dayandırıldı, cəbhədə atəşkəs bağlandı və bu bizə imkan verdi ki, Azərbaycan sürətli inkişafa qədəm qoysun. Bir sözlə, 93-cü ildən başlayaraq Azərbaycanda sabitlik və inkişaf dövrü başlanmışdır. Deyə bilərəm ki, dövlətçiliyimizin əsasları məhz 93-cü ildən sonra formalaşmağa başlanmışdır. Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi sürətlə aparılmışdır. Müstəqil Azərbaycanın konstitusiyası qəbul edilmişdir. Ölkədə aparılmağa başlanmış siyasi və iqtisadi islahatlar öz müsbət nəticələrini vermişdir. Azərbaycan demək olar ki, beynəlxalq izolyasiyadan çıxa bilmişdir, informasiya blokadasını yara bilmişdir. Azərbaycan haqqında 90-cı illərin əvvəllərində dünya ictimai rəyində formalaşmış, təhrif edilmiş təsəvvür dəyişdirilmişdir. Azərbaycan beynəlxalq aləmdə öz yerini tuta bilmişdir, beynəlxalq təşkilatlara üzv olmuşdur. Bir sözlə, bütün sahələrdə 93-cü ildən başlayaraq quruculuq və inkişaf meyilləri başlanmışdır və gücləndirilmişdir. Ölkə iqtisadiyyatı üçün və müstəqil inkişaf üçün həlledici mahiyyət daşıyan neft kontraktları imzalanmışdır. Azərbaycana böyük həcmdə xarici sərmayənin gətirilməsi təmin edilmişdir. Baxmayaraq ki, 94-cü ildə bu məsələlər həll olunmağa başlayanda Azərbaycan dünyada çox riskli bir ölkə kimi tanınırdı və bura investisiyaya qoymaq istəyənlərin sayı çox məhdud idi. Buna baxmayaraq ölkəmiz üçün məqbul şərtlərlə neft kontraktları imzalanmışdır. Heydər Əliyev neft strategiyası başlanmışdır və beləliklə Azərbaycanın uğurlu inkişafı təmin edilmişdir. Bütövlükdə 93-2003-cü illəri Azərbaycan üçün, dövlətçiliyimiz üçün həlledici illər olmuşdur və o illərdə əldə edilmiş uğurlar bugün də bizə imkan verir ki, ölkəmizi inamla irəliyə aparaq, bu siyasəti davam etdirək və qarşıda duran bütün vəzifələri layiqincə icra edək. 2003-cü ildən sonraki dövr ölkəmiz üçün çox uğurlu olmuşdur. Bütün statistik rəqəmlərdə bu özünü bürüzə verir. 2003-cü ildən sonra ölkəmizdə siyasi və iqtisadi islahatlar davam etdirilmişdir. Azərbaycan beynəlxalq aləmdə daha da möhkəm yerini tuta bilmişdir. Regional müstəvidə deyə bilərəm ki, bizim təsir imkanlarımız böyük dərəcədə artmışdır və bugün Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər regional inkişaf istiqamətlərini böyük dərəcədə müəyyən edir. Siyasi islahatlarla yanaşı iqtisadi sahədə böyük uğurlar əldə edilmişdir. Son 7-8 il ərzində ölkəmizin ümumi daxili məhsulu 3 dəfə artmışdır. Bu, dünyada analogu olmayan bir göstəricidir. Sənaye istehsalı da təxminən 3 dəfə artmışdır. Yoxsulluq səviyyəsində yaşayanların sayı 5 dəfə azalmışdır və bugün bu rəqəm Azərbaycanda 9,1% təşkil edir. Əminəm ki, görülən və görüləcək əlavə tədbirlər nəticəsində ilin sonuna qədər yoxsulluğun aşağı düşməsinə də biz nail olacağıq. Ölkəmizdə 1 milyona yaxın yeni iş yerləri açılmışdır ki, onların mütləq əksəriyyəti daimi iş yerləridir.
ölkə iqtisadiyyatının şaheləndirilməsi üçün çox ciddi addımlar atılmışdır və beləliklə ölkə iqtisadiyyatımız artıq dayanıqlı iqtisadiyyatdır və beynəlxalq aləmdə, beynəlxalq maliyyə qurumları tərəfindən ölkədə aparılan iqtisadi islahatlara verilən yüksək qiymət, bax, mənim sözlərimi bir daha təsdiqləyir. Son müddət ərzində uğurlu enerji siyasəti Azərbaycanda aparılmışdır. Biz tam şəkildə enerji təhlükəsizliyimizi təmin edə bilmişik və bugün nəinki özümüzü təmin edə bilmişik, eyni zamanda başqa ölkələrin enerji təhlükəsizlik məsələlərinə öz töhfəmizi veririk. Ölkədə ictimai siyasi vəziyyət çox müsbətdir. Bizim bütün təşəbbüslərimiz xalq tərəfindən dəstəklənir və əslində bizim siyasətimiz xalq siyasətidir. Çünki son illər ərzində Azərbaycan xalqının, rifah halının yaxşılaşdırılması sayəsində bütün bu nailiyyətlərə biz çata bilmişik. Bugün Azərbaycan sürətlə inkişaf edən dinamik, müasir ölkədir. O ölkədir ki, burada bütün məsələlər ədalətli şəkildə həll olunur. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bir ailə kimi yaşayır. Bu da unikal təcrübədir və qürur hissi ilə deyə bilərəm ki, bu təcrübə dünyada öyrənilir və Azərbaycanda ənənəvi xarakter daşıyan, artıq bir neçə dəfə keçirilmiş müxtəlif dinlər arası və mədəniyyətlər arası diyaloq forumları bir daha onu göstərir ki, Azərbaycan bu cür tədbirlərin keçirilməsi üçün çox məqbul bir ölkədir. Ölkəmizdə bütün istiqamətlər üzrə konkret proqramlar icra edilir. İstər sosial məsələlərin həllində, iqtisadi islahatların həyata keçirilməsində regional inkişaf proqramı uğurla icra edilir. Artıq ikinci proqramı biz icra edirik və proqramın icrası nəticəsində demək olar ki, bütün bölgələrimiz abadlaşır, gözəlləşir, şəhərlərimiz gözəlləşir. O ki, qaldı Bakı şəhərinə. Bakı şəhəri bugün dünyanın ən gözəl şəhərlərinin biridir və Bakının gözəlliyi artıq həqiqətdir və ölkəmizə və paytaxtımıza gələn bütün qonaqlar bunu görürlər və qeyd edirlər. Ölkə qarşısında bir sözlə duran əsas vəzifələr öz həllini tapmaqdadır. Ölkə iqtisadiyyatı öz dayanıqlığını eyni zamanda dünyada hökm sürən maliyyə və iqtisadi böhran zamanı göstərmişdir. Hətta böhranlı illərdə iqtisadiyyatımız artmışdır və bütün investisiya layihələri icra edilmişdir. Keçən il ölkə iqtisadiyyatına 16 milyard dollardan sərmayə qoyulmuşdur. Hesab edirəm ki, bu il bu rəqəm daha da böyük olacaq. Bu il büdcəmizə edilən əlavələr, yəni dürüstləşmə nəticəsində tarixdə ilk dəfə olaraq Azərbaycan büdcəsi 20 milyard dollardan çox olacaqdır. Bu böyük nailiyyətdir, böyük göstəricidir. Nəzərə alsaq ki, 2003-cü ilin dövlət büdcəsi cəmi 1,2 milyard dollarıdırsa, biz əyani şəkildə görərik ki, son 7-8 il ərzində bu istiqamətdə böyük işlər görülmüşdür. Və büdcəmizin artımı bizə imkan verir ki, həm infrastruktura layihələri Azərbaycanda icra edilsin, sosial məsələlər öz həllini tapsın. Son illər ərzində maaşlar və pensiyalar bir neçə dəfə artırılmışdır və bugün pensiyaların orta miqdarı, orta həcmi əmək haqqının orta həcminin 40%-ni təşkil edir. Bu da onu göstərir ki, Azərbaycan sosial dövlət kimi özünü dünyaya təqdim edir. Bizim siyasətimiz məhz ondan ibarətdir. Bazar iqtisadiyyatına bizim sadiqliyimiz şübhə doğurmur.
və ölkə iqtisadiyyatının 80%-dən yuxarı hissəsi özəl sektorda formalaşır. Bununla bərabər çox güclü sosial siyasət aparılır və əsaslı iqtisadi islahatların aparılması güclü sosial siyasəti ilə də tamamlanırdı və məhz buna görə biz imkan vermədik ki, köklü iqtisadi islahatlar insanların yaşayış səviyyəsinə mənfi təsir göstərsin. Əksinə, Azərbaycanda ildən ilə maddi rifah artır, insanların yaşayış səviyyəsi artır və bütün sosial məsələlər öz həllini tapır. Ölkə qarşısında duran əsas problem, bizim üçün ən ağrılı problem Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasıdır. Bütün səylərimizə baxmayaraq bugünə qədər bu münaqişə öz həllini tapmamışdır. Azərbaycanın dünya birliyi tərəfindən tanınmış ərazi bütövlüyü pozulubdur. Bildiyiniz kimi BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi icra edilmir. O qətnamələrdə işğalçı qüvvələrin torpaqlarımızdan qeyd-şərtsiz çıxarılması haqqında deyilir. ATƏT-in qərarları, Avropa Parlamenti, Avropa Şurası, digər beynəlxalq təşkilatların qərar və qətnamələri Ermənistan tərəfindən icra edilmir. Belə olan halda biz əlbəttə ki, beynəlxalq ictimaiyyətin, beynəlxalq qüvvələrin bu məsələ ilə bağlı daha fəal olmasını alqışlayırıq. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz həllini tezliklə tapmalıdır. Bizim ərazi bütövlüyümüz pozulubdur. Bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır. 1 milyondan artıq Azərbaycanlı öz doğma torpağında qaçqın köçkün vəziyyətinə düşmüşdür. Və bu ədalətsizlik davam edir. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Və bir də demək istəyirəm ki, Azərbaycanın ərazi bütövlüyü Dağlıq Qarabağ daxil olmaq şərti ilə bütün dünya tərəfindən tanınır, Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınır və Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa edilməlidir. Biz ümid edirik ki, danışıqlar öz nəticəsini verəcək, bu ümidləri möhkəmləndirən amillər son aylar ərzində kifayət qədər çox olmuşdur. Deyə bilərəm ki, ilk dəfə olaraq son aylar ərzində Minsk qrupunun həmsədr ölkələri tərəfindən status quo-nun dəyişdirilməsi ilə bağlı bəyanatlar verilməyə başlamışdır. Bugünə qədər baxmayaraq ki, Minsk qrupu 92-ci ildə yaranıb və atəşkəs rejimi 94-cü ildə qüvvədədir. Biz bu barədə belə dəqiq və ciddi bəyanatlar eşitməmişdik. Yəni, status quo-nun dəyişdirilməsi o deməkdir ki, işğal edilmiş torpaqlardan işğalçı qüvvələr çıxarılmalıdır və Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Ondan sonra dünən Minsk qrupuna həmsədrlik edən ölkələrin dövlət başçılarının birgə bəyanatı verildi. Bu bəyanatda da təxminən oxşar fikirlər səslənir ki, məsələ tezliklə öz həllini tapmalıdır. Biz də bunun tərəfdarıyıq və məsələnin tezliklə həll olunmasında ən çox maraqlı olan tərəf Azərbaycandır. Biz dəfələrlə bu barədə həm rəsmi bəyanatlarda, həm aparılan danışıqlarda öz fikrimizi və narahatlığımızı ifadə etmişik ki, Ermənistan tərəfindən imkan verilməməlidir ki, danışıqları süni şəkildə uzatsın və bu danışıqlar prosesini sonsuz etsin. Yəni, belə narahat edici məqamlar var idi və bu barədə biz açıq şəkildə öz fikrimizi bildirmişdik. Son bəyanat bu mövqeyi dəstəkləyir ki, məsələ tezliklə öz həllini tapmalıdır. Helsinki yekun aktının əsasında öz həllini tapmalıdır. Bu da çox mühüm bəyanatdır. Birinci dəfə deyil ki, səslənir. Ancaq bu da deyə bilərəm ki, son müddət ərzində Helsinki yekun aktına bütün sənədlərdə
istinad edilir. Helsinki Yekun Aktında isə ərazi bütövlüyü prinsipləri xalqların öz müqəddəratının müəyyən etmə prinsipləri ilə heç bir ziddiyyət yoxdur. Əksinə, orada prinsiplərin prioritetləri də sadalanır və hər bir xalqın öz müqəddəratını təyin etmə hüquqları ölkələrin ərazi bütövlüyünü pozmamalıdır və bu da münaqişənin həlli üçün yeganə düsturdur. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan vətəndaşları öz doğma dədə-baba torpaqlarına qayıtmalıdırlar. Ondan sonra bölgədə sülh yarana bilər, əməkdaşlıq yarana bilər və bütün tərəflər bu hadisələrin bu cür inkişafından ancaq fayda götürə bilərlər. Bizim qəti mövqeyimiz bundan ibarətdir və bir də demək istəyirəm ki, heç vaxt Azərbaycan dövləti Dağlıq Qarabağa müstəqilliyin verilməsi ilə barışmayacaq, heç vaxt buna razılıq verməyəcək. Bir də demək istəyirəm ki, bizim üçün bu məsələ prioritet məsələdir, ən vacib məsələdir və bütün səylərimizi səfərbər edib məsələnin həlli ilə bağlı lazımi addımları atırıq və atacağıq. Hər bir bayram günündə görülmüş işlərə qiymət verilir, keçmiş illərdə görülmüş işlər bir daha təhlil edilir, çatışmayan məqamları biz xüsusilə qeyd edirik ki, gələcək fəaliyyətimizdə daha da səmərəli iş görə bilər. Bununla bərabər hər bir bayram günündə biz gələcək haqqında öz fikirlərimizi ifadə edirik, öz gələcək planlarımız haqqında ictimaiyyətə məlumat veririk. Bu canlı prosesdir və bu proses daim qüvvədədir və ölkəmizin dinamik inkişafı üçün bu mütləq lazımdır. Bugün də fürsətdən istifadə edərək gələcək planlarımız və vəzifələr haqqında bir neçə kəlmə demək istərdim. Növbəti illərdə mən tam əminəm ki, Azərbaycanın uğurlu və dayanıqlı inkişafı təmin ediləcəkdir. Biz növbəti illərdə siyasi islahatları davam etdirəcəyik. Buna böyük ehtiyac var. Bugünə qədər görülən işlər təqdirə layiqdir, ancaq daha da böyük işlər görülməlidir. Demokratiyanın inkişafı istiqamətində çox böyük addımlar atılmışdır və bu istiqamətdə yeni addımlar atılmalıdır. Azərbaycanda bütün sahələrdə demokratik prinsiplər bərqərar olunmalıdır. Hüquqi dövlət quruculuğu Azərbaycanda uğurla gedir və bu istiqamətdə əlavə addımların atılması gözlənilir və bu həm xalqın, həm də zəmanənin tələbidir. Biz müasir dövlət qururuq, o dövlət ki, bütün demokratik azadlıqlar burada mövcuddur və bu müsbət meylləri biz gücləndirməliyik. Ölkəmizdə xoşagəlməz hallara qarşı çox ciddi mübarizə aparılır və bu mübarizə öz gözəl nəticələrini verməkdədir. Korrupsiya, rüşvətxorluğa qarşı mübarizə öz bəhrəsini verir. Xalq tərəfindən bizim addımlarımız dəstəklənir və bir daha bu kürsüdən bəyan etmək istəyirəm ki, biz bu yoldan dönməyəcəyik və korrupsiya, rüşvətxorluğa qarşı, xoşagəlməz hallara qarşı bundan sonra da ciddi mübarizə aparacağıq. Xüsusilə görəndə ki, bu mübarizə nəticə verir, bu bizim gücümüzü daha da artırır və bizi daha da ruhlandırır. İqtisadi sahədə ölkə iqtisadiyyatımızın şaheləndirilməsi üçün əlavə tədbirlər görüləcək. Dövlət büdcəmizin imkanları qeyd etdiyim kimi kifayət qədərdir. Bununla bərabər ölkə iqtisadiyyatına xaricdən və yerli sahibkarlar tərəfindən qoyulan investisiyaların həcmi artır. Azərbaycan investisiyaların cəlb edilməsi istiqamətində çox böyük addımlar atmışdır və adam başına düşən birbaşa xarici sərmayələrin həcminə görə həmişə olduğu kimi
MDB məkanında biz qabaqcıl yerlərdəyik. Çox sevindirici haldır ki, son bir neçə il ərzində daxili investisiyalar, xarici investisiyaları üstələyir və bu onu göstərir ki, həm dövlət xətti ilə qoyulan sərmayə öz səmərəsini verir, həm də özəl sektor güclənib və öz tərəfindən ölkə iqtisadiyyatına sərmayə qoyur. Özəl sektorun güclənməsi isə öz növbəsində o cümlədən dövlət tərəfindən göstərilən dəstəyin hesabına mümkün olmuşdur. Dövlət kreditləri, güzəştli şərtlərlə verilən kreditlər, özəl sektora sahibkarlığa dövlət tərəfindən və prezident tərəfindən göstərilən dəstək, bax, özəl sektorun möhkəmlənməsinə, güclənməsinə gətirib çıxarır. Biz o vəziyyətə gəlmişik ki, bugün Azərbaycan şirkətləri milyarlarla dollar həcmində başqa ölkələrin iqtisadiyyatına, infrastrukturuna sərmayə qoyurlar və beləliklə bizim investisiya portfelimiz də çox şaxəli olur və bu bizə əlavə həm siyasi, həm iqtisadi mənfəət gətirəcəkdir. İqtisadi sahədə şaxələndirmə ilə yanaşı idxalı əvəzləyən məhsulların buraxılması üçün dövlət tərəfindən əlavə tədbirlər görüləcək. Bu istiqamətdə böyük uğurlara nail ola bilmişik, daha da fəal işləməliyik. Hal-hazırda bu sahədə, iqtisadi sahədə vacib məsələlərdən biri ərzaq təhlükəsizliyimizi təmin etməkdir. Bu istiqamətdə də böyük addımlar atılıb. Azərbaycanda istehlak olunan ərzaq məhsullarının bir çoxu Azərbaycanda istehsal olunur. Halbuki bir neçə il bundan əvvəl biz tam şəkildə idxaldan asılıydıq. Bugün nəinki özümüzü təmin edirik, eyni zamanda ərzaq məhsullarımızı xarici bazarlara da ixrac edirik. Növbəti illərdə ərzaq təhlükəsizliyimizlə bağlı əlavə tədbirlərin görülməsi nəticəsində əminəm ki, 100% səviyyəsində Azərbaycan özünü əsas ərzaq məhsulları ilə təmin edəcək və eyni zamanda bu sahədə güclü ixrac imkanlarımız yaranacaqdır. Sosial sahədə bir də demək istəyirəm ki, sosial ədalət prinsipləri həmişə bizim üçün əsas olmuşdur. Mütəmadi qaydada maaşlar, pensiyalar qaldırılır, sosial infrastrukturunun yaradılması üçün böyük vəsait ayrılır. Son illərdə Azərbaycanda 2000-dən artıq məktəb tikilmişdi, yüzlərlə tibb mərkəzləri, 31 olimpiya idman kompleksi, mədəniyyət ocaqları, bir sözlə sosial blok daim diqqət mərkəzindədir. Növbəti illərdə bu sahəyə daha da böyük vəsait qoyulacaq və buna ehtiyac var. Çünki biz istəyirik ki, Azərbaycanda yoxsulluq şəraitində yaşayanların sayı sıfıra bərabər olsun. Mən bilirəm ki, hətta inkişaf etmiş ölkələrdə buna heç kim nail olmayıb, amma biz hədəf qoymalıyıq qarşımıza. O hədəf həm böyük hədəf olmalıdır, o bəzi hallarda əlçatmaz hədəf kimi görünür, ancaq eyni zamanda bizdən asılıdır ki, biz bu fikirləri, bu arzuları reallığa çevirək və istədiyimizə nail ola bilək. Beynəlxalq əlaqələr istiqamətində Azərbaycan çox düşünülmüş və balanslaşdırılmış siyasət aparır. Bu siyasət xalq tərəfindən dəstəklənir. Bu siyasət imkan verir ki, bütün ölkələrlə qarşılıqlı maraq əsasında bərabər hüquqlu əlaqələri yaradaq, onları möhkəmləndirək. Biz bu yanaşmanın tərəfdarıyıq. İlk növbədə qonşu ölkələrlə əlaqələrimiz daha da güclü olmalıdır. Bu əlaqələr çox yüksək səviyyədədir. Bu əlaqələri biz tərəfdaşlıq əlaqələr kimi qiymətləndiririk. Növbəti illərdə xarici siyasətimizin bu istiqamətdə daha da böyük diqqət veriləcək. Biz bu bölgədə yaşayırıq və qonşularla münasibətlərimizin inkişafı bizim üçün prioritet məsələdir. Ermənistana gəldikdə bundan sonra da Ermənistanı bütün regional layihələrdən təcrid etmək üçün öz səylərimizi biz göstərəcəyik. Biz bunu gizlətmirik, bu bizim siyasətimizdir.
O vaxta qədər ki, Ermənistan bizim torpaqlarımızı işğal edir, bu siyasət davam etdiriləcək. Sülh müqaviləsi bağlanarsa, Ermənistan da regional layihələrə cəlb oluna bilər. Bu, onların addımlarından asılı olacaq. Qonşu ölkələrlə bərabər, bütün başqa ölkələrlə biz iki tərəfli formatda əlverişli və bərabər hüquqlu əlaqələrin qurulmasına çalışırıq. Buna nail ola bilmişik. Bizim dostlarımızın sayı artır, tərəfdaşlarımızın sayı artır və Azərbaycan dünyada etibarlı tərəfdaş kimi artıq tanınır. Beynəlxalq təşkilatlarla əlaqələrimiz inkişafdadır. Biz bütün beynəlxalq təşkilatlarda əməkdaşlıq etməyə hazırıq. Üzv olduğumuz təşkilatlarla əlaqələrimiz əlbəttə ki, daha da fəaldır və üzv olduğumuz təşkilatlar qarşısında götürdüyümüz öhdəlikləri biz vaxtı-vaxtında yerinə yetiririk. Üzv olmadığımız beynəlxalq təşkilatlar qarşısında heç bir öhdəliyimiz yoxdur və ola da bilməz. Çünki biz o təşkilatların üzvü deyilik və üzv olmadığımız təşkilatlarla yalnız tərəfdaşlıq və bir-birinin işinə qarışmamaq prinsiplər üzərində öz siyasətimizi biz qururuq və qarşı tərəfdən də eyni yanaşmanı biz gözləyirik. Bir sözlə bizim xarici siyasətimiz daxili siyasətin davamıdır, onun məntiqi nəticəsidir və bir məqsədi var bu siyasətin ki, Azərbaycan xalqının və dövlətinin maraqları tam şəkildə təmin edilsin, dünyadakı rolumuz artsın, imkanlarımız artsın və Azərbaycan daha da güclü dövlətə çevrilsin. Və eyni zamanda bugün enerji təhlükəsizliyi məsələləri ilə bağlı bir-iki kəlmə demək istərdim. Bu istiqamətdə böyük addımlar atılmışdır. Bugün biz bir də demək istəyirəm ki, ölkə daxilində enerji təhlükəsizliyi ilə bağlı bütün məsələləri uğurla və yüksək səmərə ilə həll edə bilmişik. Bugün çoxşaxəli enerji nəqliyyatı infrastrukturu yaradılıbdır. Azərbaycanın 7 neft və qaz kəmərləri vardır ki, bizim təbii resurslarımızı 7 istiqamətlə dünya bazarlarına çıxarır. Yəni, bu sözün əsl mənasında şahələndirmə, yəni diversifikasiyadır. Və bəzi ölkələr diversifikasiya məsələləri ilə bağlı indi fəal işləyirlər və o cümlədən Azərbaycanla da danışıqlar aparırlar. Biz isə öz növbəmizdə şahələndirmə siyasətimizi uğurla başa vurmuşuq və növbəti illərdə artıq yalnız bu marşrutlar əsasında öz ixrac imkanlarımızı biz genişləndirə bilərik. Çünki bu 7 istiqamətdən başqa da heç bir istiqamət qalmayıb. Bütün qonşu ölkələrə bizim enerji resurslarımız nəql edilir və gələcəkdə aparılacaq danışıqlardan asılı olaraq istənilən istiqamət üzrə biz öz enerji resurslarımızın ixracının həcmini artıra bilərik. Yenə də deyirəm ki, bu aparılacaq danışıqlardan asılı olacaq. Azərbaycan bir də demək istəyirəm ki, gələcəyə böyük nikbinliklə baxır. Bu il biz müstəqilliyimizin 20 illiyini qeyd edirik. 20 il böyük tarixi mərhələdir. Mən hesab edirəm ki, 20 il ərzində birinci 2 ili çıxmaq şərti ilə Azərbaycan çox uğurla və inamla inkişaf edib, ölkə qarşısında duran bütün vəzifələr icra edilib, ölkəmiz güclənib və dünya xəritəsində öz layiqli yerini tuta bilibdir. Bu bayram ərəfəsində bir daha bütün Azərbaycan xalqını bu gözəl bayram, dövlət bayramı, müstəqillik bayramı, Respublika günü münasibəti ilə ürəkdən təbrik edirəm. Bütün Azərbaycan xalqına uğurlar və xoşbəxtlik arzulayıram. Sağ olun.